Gecənin bir aləmində beynimə vurdu ki, ürəyim nə istəyir, xəngəl istəyir. Dedim, yox, da, idi suda. Petrol koçun xəngəl. Gecənin bir aləmində ürəyim xəngəl istədi. Bunu ki, biz bacarırıq, niyə də yeməyim. Düzdür, bu aralar çoxlu kilo almışam. Kilolarımdan narahatam əslində. Amma az da yaşım yoxdur da, adam yaşlaşanda belə olur. Gördüm xəngəl, pomidor qoymuşam oraya, suyu qoymuşam qaynamağa. Artıqdan tökmüşəm içine. Baba, sən də qoymadın, işimi görə. Oxu nə çölə. Firuz kimdir? Firuz kimdir? Ətiqən oğlu. Əskər qonşu. Ondan sonrasına anama deyim, cücə ayrı, neçə qaza verirlər. Ondan hamısının üstünə qoyur, pomidorun oraya buraya qarşıqan tökürmü? Elə gecədə şey verir, həvə. Bir də 10 dəqiqə işləmiş. Xəngəl döyülür. Xəngəl səhərə qədər. Gecə saat 1'ə işdi. Biraz diridir, ötsə yaxşıdır. Anarmış olsun. 500 dollar. Sən uşaq xırıncıyı. Az öldü ya, az öldü. Aa, sağ kimdir? Aa, sağ kimdir? Ay, şərdən xala. Məcbur olma, birinci sən başladın. Bizim sən bozdun, sən başladın. Öldü ya, lale. Ay kızım, sağ kimdir? Orada bir yaklaş qalmışam, əvəzini çıxacaq. Allah partlayıram, al. Bu ne ya? Gecem partında. Mən yeməyəcəkdim. Sen de yemeyeceydin, ne oldu? Ay sıyıram. Tərsən giydin. Hələ mən heç Bu dəqiqə bunların hamısını qabarma sarıp dersin. Deməli, xəngəli yeyəndən sonra durdum kurtkamıca, geyindim, qaçdım çölə. Dalımla gəl. bizi yedirib niyə qaçırsan? Gördüm halım yoktu, yeriye bilmirəm evdə. Çıxdım ki, biraz həyətdə gəzdim, gördüm dalımla nətər gəlirlərsə ələm yesirlər. Ev yox, gəlin. O, xəngəl nə xəngəl. Qəşəng xəngəl idi, amma ölürük. Əllərinə sağlıq. Partlayırıq, çox yemişik. Mədəm ağrıyır həqqi. Bıraxıb bayramı gəl. Axşamınız bir daha xeyir olsun. Mənim əzlərim, bilirsiniz ki, mən bütün hər şeyi paylaşmağı sevirəm. Öz, yəni, sevindirici hadisələrimi, öz həyatımda olan bəzi şeyləri sizlərlə həmişə paylaşıram. Sizi sevdiyim üçün, sizi çox sevirəm. Amma bilirsiniz, mart ayının 18-də inşallah, Allahın izni ilə Gəncə şəhəri Azərbaycan Gəncə Dövlət Filarmoniyasında Aysun İsmailova, yəni mənim qızımla bərabər solo konsertimiz olacaqdır. Hər birinizi gözləyirəm. Biletlər artıq iTicket-də satışdadır, buyurub əldə edə bilərsiniz. Və konsertlərimiz davam eləyir. Aprel ayının 24-də isə Hayal Kahvesində mən öz konsertimlə çıxış eləyəcəm. Yenə sizləri orada gözləyirəm. Öpürəm sizi, nə yaxşı varsınız, nə yaxşı məni sevirsiniz. Mən də sizi sevirəm. Allah heç birimizi peşman eləməsin. Allah bizi şərdən, böhtandan uzaq eləsin. Görüşlərimizi gözləyin. Hələ çox yerlərdə sizinlə bərabər konsertlərdə olacağım.